Çox ağır bir vəziyyətdə və yüksək temperaturda, sonra ondan sonra təzyiqdə, orası ürək döyüntüləri ilə gəldik doktorun yanında. Onlar doktor biz axtardıq, tapdıq internetdən və onun önündə razı durduq, gəldik onun yanına və müraciət elədik. Sağ olsun doktor bizi o da qəbul elədi, müayinədən keçirtdi və o dəqiqədə əməliyyat olunmağımı məsləhət gördü. Mən də onun məsləhəti ilə əməliyyata razılıq verdim, əməliyyat olundum və əməliyyatdan sonra da bütün o göstərdiyim çatışmamazlıqlar, temperaturum düşdü, təzyiqim normallaşdı, ürək döyüntülərim normallaşdı və indi hal-hazırda sağalmağa doğru gedirəm. Doktora mən öz təşəkkürümü bildirirəm, minnətdaram və mənim kimi xəstələr anar doktora müraciət eləsinlər. Heç vaxt uduzmazlar. O barədə xüsusi qeyd eləmək istəyirəm. Çünki mən bu gecə burada qalmışam və tibb bacıları sağ olsunlar. Hər lazım olan müddətdən də tez gəlib vəziyyətimizi soruşur, əhval-ruhiyyəmizi soruşur, lazım olan suyu, yeməyi zadı verir və bütün işləri görürlər. Və bu xanımlara çox minnətdaram və ümumiyyətlə bu poliklinikadakı yaranmış şəraitlə razıyam. Sağ olsun bunu yaradan və ana doktor kimi doktorları işə qəbul edib məsələsi buranın işlələr yoldaşlar. Sağ olsunlar. Allah şəfası versin. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.